Наша тема это имя существительное. Bax, elə də qeyd edirəm. Имя существительное. Nədir bir imya существительное? Bildiyimiz isim. İkinci baxacağımız mövzu da imya прилагательное, say, daha doğrusu sifət. Bu mövzuya da mən ayrı toxunacağam və kitabdan bir-iki nüans göstərəcəm sizə ki, hansını ki mütləq oxumaq və öyrənmək lazımdır. İmtahanda ki, böyük ehtimalla ikinci cəhddə qarşımıza çıxa biləcək bir məsələdir. Ümumiyyətlə, bu mövzunun dərinliyinə enməmişdən öncə, izah etmədən qabaq, hər birinizə bildirirəm ki, ümumiyyətlə bizim imtahanda əgər aramızda iştirak edən tələbələr varsa və yaxud da birinci cəhdə hazırlaşan tələbələrimiz varsa, onlar da yaxşı bilirlər ki, imtahanda ümumiyyətlə nəzəri sual düşmür. Qrammatika hissəsindən nəzəri sual düşmür. Mən nəzəri sual deyəndə nəyi nəzərdə tuturam? Məsəl üçün bizim belə bir sualımız ola bilməz imtahanda ki, укажите имя существительное. Yəni mənə say göstər, sifət göstər, isim göstər və yaxud da aşağıda göstərilən variantlardan sayı göstər mənə və yaxud da bu sayılardan hansı kişi cinsinə aiddir, hansı qadın cinsinə aiddir, hansı orta cinsə aiddir. Yəni ki, son bir neçə ildir imtahanda bu tip nəzəri sual yoxdur. Olsa əgər imtahanda düşsə ki, nə yaxşı olar, nə asan olar. Amma düşmə ehtimalı yoxdur. Deyəcəksiniz ki, yoxdursa biz bunu niyə öyrənirik? Məsələ odur ki, xanımlar, bəylər, elə mövzular var ki, elə bu morfologiyada say, isim, sifət, fe'l, zərf. İmtahanı yaxşı yaza bilməyimiz üçün bizim ümumiyyətlə bu mövzular haqqında bir məlumatımız olmalıdır. İndi əgər mən deyirəmsə imya существительное, buradan bizim sizinlə baxmalı olduğumuz əsas və birinci nüanslarından biri это rod. Rod nədir? Yəni cins. Bizim sizinlə ismin cinsi haqqında məlumatımız olmalıdır. Öncə izah eləyəcəm, sonra sual olaraq qarşımıza necə çıxa bilər onu deyəcəm sizə. Hər şeydən öncə yadda saxlayırıq ki, rus dilində olan isimlərimiz 3 cinsə görə bölünürlər. Это мужской род, женский род, средний род. Мужской род kişi cinsi, женский род qadın cinsi və средний род isə orta cinsdir. Fikir verirsinizsə, bilmirəm, cümləmə diqqətli qulaq asdınızsa, mən orada deyirəm ki, isimlərimiz 3 cinsə görə bölünürlər. Yəni, bu nə deməkdir? Mənim isimlərim ya kişi cinsinə aiddir, ya qadın cinsinə aiddir, ya da ki, orta cinsə aid olur. Yəni, rus dilində olan isimlər cins dəyişə bilməz. Əgər söz ilkin formasında kişi cinsinə aiddirsə, hər zaman kişi cinsi olaraq qalacaq. Hallandırsaz da, can formasına qoysaz da, o ismin başına nə gəlir gəlsin. Bir isim əgər kişi cinsindədirsə, o hər zaman kişi cinsində olaraq qalacaq. Eyni şey qadın cinsi və can forması üçün də keçərlidir. İndi birinci nüans. Həmin bu kişi cinsindən aid, baxın elə burada qeyd edirəm. Mужской rod. Kişi cinsi. Birinci olaraq bura samitlə bitən sözlər aid olur. Samitlə bitən isimlər. Əgər hər hansısa bir sözümüz ilkin formasında samitlə bitirsə, biz o sözümüzü kişi cinsinə aid edirik. Çox primitiv olaraq məsəl üçün gəlin götürək. Slovo telefon. Sözümüz ilkin formasında nə ilə bitir? Samitlə bitir. Əgər söz ilkin formasında samitlə bitirsə, biz o sözümüzü kişi cinsinə aid edəcəyik. Bu bir. İkinci olaraq bura nə aiddir? 2 dənə söz qeyd edirəm sizin üçün. Podmasteriye. Podmasteriye bu ustaların falan yanında işləyən, işi öyrənən insanlara deyirlər. Это слово путь. Bildiyimiz yol deməkdir. Bu iki sözü istisna olaraq hələ ki yadda saxlayırsınız ki, podmasteriye və put bu iki sözümüz də eyni şəkildə kişi cinsinə aiddir. Daha sonra kişi cinsinə aid olur A və ya ilə bitib kişi cinsini, biolojik olaraq kişi cinsini göstərən sözlərimiz. Baxın, A və yaxud da ya ilə bitib biolojik olaraq kişi cinsini bildirən sözlərimiz. Bir ikisini qeyd edirəm sizin üçün. Например, папа, дядя, мужчина, юноша, юноша cavan oğlan deməkdir. Дедушка. Bu qeyd elədiyim sözlərdən papa, dядя, mужчина, юноша, дедушка bilmədiyimiz hər hansısa bir söz var, Agi? Xanımlar, bəylər var? Hamıya bütün sözlər aydındır? Yoxdur. Все, хорошо. Deməli, bura qeyd etdiklərimi bir dəfə də üzərindən keçib davam eləyəcəm.
Birinci olaraq isim barəsində bizim bilməli olduğumuz nədir? Təbii ki də cins məsələsidir. Dedik ki, isimlərimiz 3 cinsə görə bölünə bilirlər. Murskoy rod, женский rod, средний rod. İlk olaraq murskoy rodda nə olur? Əgər sözümüz ilkin formasında samitlə bitirsə, biz o sözümüzü kişi cinsinə aid edirik. İstisna olaraq podmasteli və put sözünü yadda saxlayırsınız ki, bu iki söz istisna formasında, niyə istisna olduğunu da biraz sonra deyəcəm sizə. Kişi cinsinə aiddirlər. Daha sonra əgər sözümüz A və yaxud da ya ilə bitib kişi cinsini, bioloji olaraq kişi cinsini bildirirsə, baba ata deməkdir. Dядя, dayı, əmi, muşina, kişi, yunaşa, cavan oğlan, deduşka, baba. Fikir verirsiniz, bioloji olaraq bu sözlərin hamısı nəyi bildirir? Kişi cinsini bildirir. Deməli, bu sözlərimiz A və yaxud da ya ilə bitməyinə baxmayaraq, bunlar da kişi cinsinə aid olmuş olacaq. Bura qədər aydın olmayan nəsə var? Qaranlıq qalan nəsə var? Hə, xanımlar, bəylər? Yoxdur. Aha, çox gözəl. Keçirəm, daha doğrusu davam edirəm. Deməli, A və ya ilə bitənləri dedik. İndi xanımlar və bəylər, belə bir nüans var, hansı ki, siz yadda saxlamalısınız. Yunaşa, cavan oğlan. Hə, Хорошо. çox. Siz sağ olun. İndi davam edirəm. Agim, ümumiyyətlə kişi cins məsələsi gəldikdə bütün tələbələrin yaralı yeri olan bir məhki znak məsələsi var. Düşünürəm ki, bu məhki znakla çoxunuz tanırsınız. Dil avtomatda rus dilində əgər hər hansısa bir isim məhki znakla bitirsə, o ya kişi cinsinə aid olur, murskoy rod, və yaxud da женский rod, yəni ki, qadın cinsinə aid olur. Təbii ki də bir çox sözlərimiz öyrənilməlidir bunların arasından, lakin bəzi sözlərdə elə sonluqlar var ki, hansılar ki, mənə kömək eləyəcəklər ki, görsəm ki, hə, məhki znakla bitir və belə bir sonluğu var bu sözün, mən onu kişi cinsinə və yaxud da qadın cinsinə aid edeyim. İndi sizə bura məhki znakla bitib də elə şəkilçiləri yazacağam ki, hansılar ki, sizə bu sözlərin kişi cinsinə aid olduğunu göstərəcəklər. Məsəl üçün deyirəm, belə bir söz yazıram sizin üçün. Slavaryo. Yadda saxlayın, bu ar sonluğu şəkilçisi, slavar bu arada lüğət deməkdir. Əgər hər hansısa bir sözümüz isim, söhbət isimlərdən gedir, ar şəkilçisi ilə bitirsə, o sözümüz kişi cinsinə aiddir. Slavaryo, sekretaryo, bukvaryo, arla bitirsə kişi cinsinə aiddir. İkinci olaraq, sonluğu fərqləndirmişəm sizin üçün. İkinci olaraq bura aiddir. Məsəl üçün, учитель, включатель, глушитель, избиратель. Əgər sözümüz ilkin formasında məhki znakla, yəni ki, tel şəkilçisi ilə bitirsə, baxın bu şəkilçini yanında saxlayırsınız. Tel şəkilçisi də isimlərdə kişi cinsini göstərən şəkilçilərdən biridir. Daha sonra bura aiddir bu tip sözlərimiz. Məsəl üçün, karablь, BL məhki znak. Və yaxud da dubl, rubl. Əgər sözlərimizdə BL sonluğunu görürsünüzsə, baxın, vot. Bu sonluqda mənə sözlərin kişi cinsinə aid olduğunu göstərən sonluqlardan biridir. Ar, tel, BL məhki znak. Daha sonra ZD məhki znak. Məsəl üçün, dojd. Vot. Oy, sorry. İzvinite. Səhv yazdım. Primer olaraq səhv göstərdim sizin üçün. ZD məhki znak, например, гвоздь, mismar. Və yaxud da JD məhki znak, например, дождь, yağış. Hətta saxlayın. Ümid edirəm ki, unutduğum heç nə. Artel, BL məhki znak, ZD məhki znak, JD məhki znak. Unutduğum nəsə var, xanımlar, bəylər? Biraz da ola bilər mənim. Necə? Yox, söz olaraq deyil, şəkilçi olaraq. Şəkilçi olaraq məncə unutduğum heç nə yoxdur. Deməli, əgər xatırlasam deyəcəm sizə. Deməli, bu şəkilçiləri yadda saxlayırsınız. Əgər isimlərimiz bu şəkilçilərlə və sonda bu məhki znak parazitini görürsünüzsə əgər, yadda saxlayın ki, bu sözlərimiz kişi cinsinə aiddir. Amma təbii ki də xanımlar və bəylər, burada sizə qeyd etdiyim bu şəkilçilər bütün, necə deyim, yəni ki, məhki znakla ancaq bu sözlər deyil də və yaxud da bu şəkilçilər deyil. Bu qaydaya uymayan, bu şəkilçilərlə olmayan bizim bir çox sözümüz var. Mən, конечно же, sizə spisakını göndərəcəm, amma siz belə, necə izah edeyim, lütfü hər sözün cinsinə baxıb yadda saxlasanız daha yaxşı olur. Məsəl üçün, bu qaydalara uymayan sözlərimizdən cins
sözünü gəlin götürək də. Azərbaycan dilinə gün deyə tərcümə olunur. Baxırsan ki, yuxarıda olan sonluqlardan heç biri bunda yoxdur. Avtomatik olaraq yadda saxlamalısan ki, bu sözümüz Murskoroda aiddir. Хорошо. Yəni ki, şəkilçilər təbii ki də mənə köməkdir, amma yenə də bütün sözlərə aid deyil. Ona görə bu nüansları yadda saxlamalısınız ki, hansı ki şəkilçiləri var, şəkilçilərinə görə yoxdursa, hər sözün cinsini öyrənib yadda saxlamağımız yaxşı bir metodika ola bilər. Bura qədər aydın olmayan, qaranlıq qalan nəsə var? Yoxdur. Çox gözəl. Keçirəm qadın cinsinə. То есть женский rod. Так, женский rod. Əslində qadın cinsi çox asandır. Nə mənada çox asandır? Deməli, qadın cinsinin əsas iki sonluğu var. Это A и Я. Məsəl üçün, çox primitiv olaraq rучка на что заканчивается? Имеет какое окончание? Окончание А, правильно. Və yaxud da ya ilə olan dеревня. Nə deməkdir dеревня? Kənd deyə tərcümə olunur, правильно. Söz əgər ilkin formasında, həmişə çaşıb söz deyirəm, yəni mən söz deyəndə isimləri nəzərdə tuturam. Əgər isim ilkin formasında A və yaxud da ya ilə bitirsə, bizim bu isimlərimiz aid olacaq qadın cinsinə. Bayaq dediyim nüansa qayıdıram. Yəni ki, məhki znaka aid olan nüansa gəlin baxaq. Bayaq sizə dedim ki, rus dilində isimlər əgər məhki znakla bitirsə, ya kişi cinsinə aid olurlar, ya da ki, qadın cinsinə. Kişi cinsinə olan sonluqlara baxdıq, gəlin qadın cinsində olan sonluqlara baxaq. Oсть, например, гордость, qürur. Есть, например, свежесть. Есть, например, зависть. Свежесть bilirikdə nədir? Təzəlik, bax belə, yeni olan, свежесть, свежие продукты, например. Зависть, paxıllıq deməkdir. Есть, есть, oсть, bu sonluqları yadda saxlayın. Daha sonra ZN mягкий знак şəkilçisi. Например, болезнь, xəstəlik deməkdir. Жизнь, həyat deməkdir. Daha sonra əgər J, Ş, Ç, Şa, yəni ki, bunlar rus dilində biz bunlara deyirik şipyaşi, Azərbaycan dilində bunlar tərcümə olunur şuldayan samitlər. Əgər J, Ş, Ç, Şadan sonra məhki znak görürsünüzsə və əgər o söz isimdirsə, yadda saxlayın ki, aid olacaq deməli qadın cinsinə. Məsəl üçün, noç, gecə deməkdir. Veş, məsəl üçün, əşya deməkdir. Nə var orada başqa? Tiş, например, sakitçilik deməkdir. Xatırladıram, təkrarlayıram. J, Ş, Ç, Ş hərflərindən sonra əgər məhki znak görürsünüzsə və, конечно же, bu söz isimdirsə, çünki başqa nitq hissələrinə də aid ola bilər, ona görə altını çizirəm ki, mütləq və mütləq isim olmalıdır. O sözümüz 100% qadın cinsinə aiddir. Təkrarlayıram. Женский rod, yəni ki, qadın cinsi iki əsas sonluğu var. A və ya sonluqları. Söz ilkin formasında, isim ilkin formasında A və yaxud da ya ilə bitirsə qadın cinsinə aiddir. Daha sonra bizim məhki znaklı olan bir nüansımız var idi. Sonluqları qeyd edirəm. Ost, есть, ist. ZN məhki znak. Ən sonuncu və ən işlək metodikalardan biri J, Ş, Ç, Ş. Yəni ki, şipyaşi, şuşuldayan samitlərdən sonra məhki znak görürüksə, bu isimimiz qadın cinsinə aid olacaq. Все понятно? Xanımlar, bəylər. Müəllimə. Bəli. Aşağıda yazılarınız vardı. J, Ş, T, нет, J, Ş, Ç, Ş. Ha, Ç, Ş. Bəli, bəli. Görünmür, yoxsa necə? Görünür müəllimə. Hə, ola bilər. Seçəməm. Да, дело в том, что mən planşetdə yazıram, ola bilər kimdəsə kompüterdə, telefonda format biraz fərqli ola bilər. Ничего, aydın olmayan nəsə olanda mütləq soruşun. Хорошо? До сих пор все понятно, люди добрые. Əgər nəsə qaranlıq qalan bir şey varsa soruşun, пожалуйста. Çəkinməyin. O qədər də vecma müəllimə deyiləm mən, deyilən qədər. Хорошо. Ümid edirəm hər şey aydındır. İndi keçirəm люди добрые, средний rod. Müəllimə, bir də keçməmişdən qabaq bir sual verin. Da, пожалуйста. Biz müşkoy rodda da A-ya ilə bitən, bu təkcə A-ya ilə bitən kişi məzmunlu sözlərə aiddir. Bəli, bəli.
A ya ilə bitibsə, Qadın onda cinsidir. jenskoy rod. Bəli, bəli, jenski rod. Bir daha təkrarlayıram. Bayaq mən sizə kişi cinsində dediyim aya, məsələn, papa, dядя, muşina, yunaşa, dядушка, orada belə bir cümlə işlətdim. Biolojik olaraq. Yəni biz biologiyadan biri ki, ata kişi cinsinə aiddir. Dayı, əmi kişi cinsində düzdür. Yəni mən o sözü biolojik olaraq qadın cinsinə aid edə bilmərəm. Baxın, nə olsun ki, sonluğu budur. Yaxşı? O sözlərimiz sadəcə kişi cinsini bildirdikləri zaman, biolojik olaraq kişi cinsini bildirdiklərinə görə kişi cinsinə aiddirlər. Yaxşı? Aydındır, Agi? Aydındır, ümid edirəm. Aha. Gəlirəm son. Это средний род. Orta cins. Deməli, sredni rodun əsas sonluqları это o, y. Söz ilkin formasında o və yaxud da y sonluğu ilə bitirsə, məsəl üçün okno, pəncərə deməkdir və yaxud da zadanie, tapşırıq. İlkin formasında isim o və yaxud da y ilə bitirsə, aid olacaq, deməli, orta cinsə. İndi xanımlar və bəylər, orta cinsə aid olub da biraz başqa bir qayda da olan bir mövzu var. Bura sizin üçün qeyd edirəm həmin o mövzunu. Bura geri dönüş eləyəcəm. Хорошо? Öncə biraz fərqli bir mövzuya keçid edirəm. Bu da olur imtahanda. Hətta 2026-nın modelində buna aid sual var idi. Ona görə xatırlatmaq istəyirəm ki, biləsiniz də, yəni. Значит, bu mövzumuz nədir? Это разносклоняемые. İstəyirsinizsə siz də özünüzdə qeyd edin. Это разносклоняемые имена существительные. Разносклоняемые имена существительные. Deməli, nədir ümumiyyətlə bu разносклоняемые имена существительные? Sözbəsöz əgər tərcümə eləsəm, fərqli hallanan isimlər deməkdir. Və mən разносклоняемые имена существительные dediyim zaman 12 dənə söz nəzərdə tuturam. Cəmi 12 dənə sözümüz var rus dilində, hansılar ki, fərqli hallanan, yəni разносклоняемые существительныйlərə aid olurlar. Öncə onu yadda saxlayaq ki, bura nə aid? Yəni mən bu 12 dənə söz deyəndə nəyi nəzərdə tuturam? Это 10 слов на мя. Qeyd edirəm o sözləri sizin üçün bura bir-bir. Siz də özünüzə yazın. Düzdür, kitabda var bunlar. Amma hər ehtimala qarşı. Bu arada tərcümələrini də deyəcəm. İmya. Nə deməkdir? Ad. Время. Vaxt. Дальше. Семя. Deməli, toxum. Что там еще? Бремя. Bremya. Görürsünüz, mə ilə bitir. Bu, deməli, yük. Yük. Sonra, vimya. Bunun Azərbaycancaya tərcüməsini bilmirəm, amma vimya bu inəyin süd gələn yeri var. Baxı, ora deyirlər. Znamya. Znamya hər hansı bir simvol deməkdir. Plamya. Od, alov. Plemya. Tayfa. Daha sonra nə qaldı burada? Stremya. Stremya bilirsiniz nədir? Bu atın hər hissəsinə qalxmaq üçün aşağıda ayaq qoymağa yer olur. Azərbaycancasını bilirdim, amma unutdum. Demişdilər uşaqlar mənə. Təkrarlayıram. Da, yelin ya da əmcək. Bəli, bəli. Baxın, o vümyadır. Yelin ya da əmcək. Bu stremya da deyirəm. Atın ayaq qoyulan yeri üzəngidir mənim. Bəli, bəli. Təşəkkür edirəm. Üzəngi. Baxın, bu stremya üzəngi deməkdir. Son bir dənə də sözümüz qaldı. Temya. Temya da bilirsiniz nədir? Baxın, bu baş hissəsində bir var başın arxa hissəsi, bir də ön hissəsi var. Bu uşaqlarda da hətta deyirlər yumşaq hissə, başın yumşaq hissəsi. Nəsə var idi onun adı da Azərbaycanda. Əmcək. Bəli, bəli. Baxın ona deyirlər. Baxın, temya da o deməkdir. Bu 10 dənə mə ilə olan söz təkrarlayıram. Bunları əzbər şəkildə yadda saxlamalısınız. Təkrarlayıram. 2026-nın modelində də buna aid sual var idi. Это имя, время, семя, бремя, вымя, знамя, пламя, племя, стремя, темя. Mətndə də bu sözlər, daha doğrusu kitabda da bu sözlər sizin üçün qeyd olunub. Tərcüməsini də dedim, если что, bir dəfə də təkrarlayıram. Baxın, deməli nə dedik? Bu 12 dənə sözdən 10 dənə mə ilə olan sözdür. Baxın, mə, 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 mə. Bunları yadda saxlayırıq. Daha sonra bura aiddir. Ditya. Ditya uşaq deməkdir. Bir də bayaq sizinlə put sözünü yazmışdım. Mən znamya mənası nə olmuşdu? Onu çatdıra bilmədim. Znamya mənası nə olmuşdu? Znamya simvol. Nəsə znamya? Simvol.
Znamya. Aha. Plamya, od, alov. Bax bu od, alov. Plemya, tayfa. Stremya, üzəngi dedilər səhv etmirəmsə. Temya da nə idi? Temya, bayaq dediniz. Bəli, baxın ona deyirlər. Deməli, 12 dənə sözümüz var. 10 dənə miya ilə olan söz ditya, puç. Ditya uşaq deməkdir. Puç sözünü bayaq yazdıq sizinlə. Harda yazdıq? Xatırlayırsınız? Müəllimə, bu vaxt yazmısınız, vremya, o birisi də yük də vremya, ikisi də eyni yazılır. Biri vremyadır, biri bremya. Bu v iləndir, bu b iləndir. Hə, b ilə. Gördüm müəllimə, sağ ol. Agi, biz bu puç sözünü bayaq harda yazmışdıq sizinlə? Cinsində. Bəli. Deməli, yadda saxlayırıq. Bir dənə mən axıra qədər izah edeyim, bitirim, sonra suallarınızı cavablandırım. Bizim 12 dənə fərqli hallandırılan, yəni разно склоняемое имя существительное var. Bu разно склоняемое имя существительное nə aiddir? 10 dənə miya ilə olan söz. İmя, время, бремя, семя, вымя, знамя, пламя, племя, стремя, темя. Bu sözlər əzbər öyrənilməlidir. Əlavə olaraq ditya və puç. Nəyi yadda saxlamalıyıq ki, bu 12 dənə sözdən 10 dənəsi, daha doğrusu 11 dənəsi, yəni 10 dənə miya, bir də ditya sözlərimiz, bunlar yəni aid olacaq sredni rod, yəni ki, orta cinsə. Burada qalan puç sözümüz isə hansı ki Azərbaycan dilinə yol deyə tərcümə olunur. Bayaq da sizin üçün yazmışdım ki, aid olacaq murskoy rod. Yəni ki, hansı cinsə? Kişi cinsinə. Təkrarlayıram. 12 dənə fərqli hallanan sözümüz var. 12 разно склоняемых имен существительных. Onlardan 11 dənəsi, 10 dənə miya ilə olan söz və ditya sözümüz, hansı ki uşaq deyə tərcümə olunur. Aid olacaq orta cinsə. Puç, hansı ki yol deyə tərcümə olunur. Dərsin əvvəlində də qeyd eləmişdim sizə. O da aid olacaq murskoy rod. Yəni ki, kişi cinsinə. Hər şey aydındır. Все понятно? Xanımlar, bəylər. Bəli, müəllim. İndi bir dəfə o sredni Müəllimə bir dənə də sual verin. Bəli. Bu разно склоняемое, onun mənası nə idi? Fərqli hallanan. O Fərqli fərqli hallanan. İndi bir dənə də gəlin o sredni rodun üzərindən keçək. Deməli, əgər biz sredni roda aid olan sözlərdən söhbət gedirsə, ilk olaraq nəyi bilməliyik sizinlə? Bilməliyik ki, sredni rodun, yəni ki, orta cinsin əsas sonluğu o, i. O və yaxud, əgər sözlər o və yaxud da ilkin formasında o və yaxud da y ilə bitirsə, orta cinsə aiddir. Daha sonra orta cinsə aid olanlardan da biz sizinlə nə dedik? Baxın bunlar. Это, значит, 10 слов на мя и дитя. Sözümüzdə, yəni ki, bu 11 dənə sözümüzdə istisna hal mı deyirsiniz və yaxud da əlavə mi öyrənirsiniz? Necə yadda saxlayırsınız? O artıq sizin işinizdir. Əsas o da yadınızda olsun ki, 10 dənə miya ilə bitən əlavədə ditya sözümüz də orta cinsə aiddir. Fərqli hallanan isimlərdir. Burada bir dənə də puç sözümüz var, hansı ki, yol deyə tərcümə olunur. Bu sözümüz də aid olacaq kişi cinsinə. Все понятно? Ümumiləşdirdim sizin üçün ki, yaxşı yadınızda qalsın. Bu belə. Deməli, Müəllimə, orta bəli. Olar mı sual verim? Orta cinsin nəyə görə orta cins deyilir? İndi məsələn bizdə yoxdur, o kişi qadın cinsidir. İzah eləyim nədir məsələ? Əslində mən bu cins məsələsini izah eləyəndə həmişə onu deyirəm ki, yadınızda qalsın. Ümumiyyətlə bu cins məsələsinin bunun biologiya ilə bir əlaqəsi yoxdur. Yəni necə əlaqəsi yoxdur? Yəni biz bioloji olaraq bilirik də canlıya nə aiddir, canlıya nə aiddir, və ya kişi cinsinə nə aiddir, qadın cinsinə nə aiddir, düzdür? Bu məsələ qrammatikada olan murskoy, женский, средний rod. Bu tamamilə sözlərin sonluqlara görə hansısa bir cinsə aid olunma məsələsidir. Aydındır? Yəni ki, burada bioloji olaraq, bu məsəl üçün kişi cinsidir, bunu belə aid edək bir məsələ yoxdur. Burada sadəcə sözlər sonluqlara görə digər nitq hissələri ilə düzgün uzlaşsın, bir sonluq qəbul etsin, hallansın, istifadə olunsun deyə qrammatik olaraq bir bölgüdür. Aydındır? Və bizdə orta cinsə canlılar aid olmur. Həmişə cansızlar aid olur normalda. Yəni ki, bu biologiya deyil də, bu biolojik olaraq bir orta cins məsələsi yoxdur burada. Qrammatikadır. Sonluqlara görə ismi üç cinsə görə bölürük. Хорошо? Çox sağ olun. Sağ olun.
Başqa sualınız, qaranlıq qalan nəsə var? Hı? Yox. Çox gözəl. Bu sual, daha doğrusu bu mövzuya aid olan xanımlar bəylər bir iki nüans da qalıb, lakin o bir iki nüansı qarşımıza testlər çıxdıqca sınaqlarda falan sizə izah eləyəcəm ki, hansı formatda bizim qarşımıza çıxa bilər və nəyə diqqət yetirməlisiniz. Hələ ki isimlə bağlı olaraq əsas bu iki nüansı bilməlisiniz. Daha doğrusu bu üç məsələni bilməlisiniz ki, isimlərimiz bu üç cinsə görə ayrılır. Kişi cinsi, qadın cinsi və orta cins və məlumatınız olmalıdır ki, nə aiddir. Hansı cinsə, hansı sözlərimiz aid olur. Хорошо? Bu belə. İndi gəlirəm ikinci bir nüans olan, hansı ki bu mövzu bizə isimlə bağlı olaraq çox lazım olacaq. Это имя прилагательное. İmя прилагательное. Yəni sifət. Bayaq isimdə dedim, indi sifət üçün də keçərlidir bu. Məsələ odur ki, sifət mövzusu da bizə imtahanda ayrı bir mövzu olaraq düşmür. Hər zaman bu bizə bir sifət üstəgəl isim uzlaşması deyə bir mövzumuz var bizim. Sifət üstəgəl isim uzlaşması. Baxın, bu mövzu imtahanda mütləq necəsə bizim qarşımıza çıxır. Düzdür, bəzən tələbələr onun fərqində olmur, amma mütləq bir nitq səhvimi deyim, bir nəsə var ki, bu uzlaşma bizə mütləq orada bir olur qarşımızda. Ona görə isim və sifətin uzlaşması. Qrammatikada deyirlər, deməli, Azərbaycan dilində də isim həmişə sifətin əvvəlində işlənməlidir, yoxsa sifət olmaz. İndi yəni qrammatik səhv olacaq. Yəni belə götürməsək qrammatik səhv olacaq. Artıq feilin qabağında götürürük. Bəli, məsələ odur ki, əslində bizə də o inversi məsələləri falan var, lakin bizə bir balaca fərqli formatda düşür. Necə izah edeyim? O qədər dərin deyil əslində bizim məsələmiz. Bizə biraz daha asandır. Nədir bu sifət və ismin uzlaşması? Baxın, biz sizinlə bu isim məsələsinə indi baxdıq. Dedik ki, bu ismin nə var? Nə var burada? Rod. Правильно? İsmin cinsi var. Правильно? Понятное дело, da. Cinsdən savayı olaraq nəyi var onun? Ola bilər tək və cəm forması. Tək və cəm məsələsi də. Yəni isimlər təkdə istifadə oluna bilər və yaxud da cəmdə istifadə oluna bilər. Bir də uşaqlar burada nə ola bilər? Xanımlar bəylər, nə ola bilər burada başqa? Bir də hal məsələsi ola bilər. To есть падеж. Öncədən deyirəm, mən падеж mövzusunu heç vaxt magistr tələbələrinə izah etmirəm. Bunun da bir səbəbi var. Çünki падеж mövzusu elə bizim o 2 ayımızı alacaq mövzulardan biridir. Və imtahanda 50-50 də düşə də bilər, düşməyə də bilər. Amma bizim o qədər çox vaxtımız yoxdur, o qədər çox vaxtımızı alacaq və necə izah edeyim, düşmə ehtimalı o qədər az olan bir suala mən çox vaxtımı xərcləmək istəmirəm. Ona görə əgər o mövzunu bakalavrdan bilirsinizsə, nə xoş bizə. Bilmiriksə bu mövzunun məcbur üzərindən keçməliyik, çünki vaxtımızı dəhşətli dərəcə çox alacaq və düşmə ehtimalı da bilmirəm. Ola da bilər, olmaya da bilər. İndi mən sizə bunu niyə deyirəm? Hər şey açıq aydın özümüzdə olsun deyə. Дело в том, что biz ismin cinsi haqqında məlumatlıyıq. Və mən isim və sifətin uzlaşması dediyim zaman bütün bu qrammatikanın, yəni ki, cins, tək və cəm, bu hal məsələsinin eyni ilə sifətdə istifadə olunmasını da necə izah edeyim sizə? Eyni ilə sifətdə də bunlar olmalıdır. Nədir bu? Məsəl üçün deyirəm, tutalım ki, gəlin hər hansı bir isim götürək. Yazım siz mənim üçün cinsini müəyyənləşdirməyə çalışın. Например, это слово новость. Nə deməkdir новость? Bilirik. Xəbər. Bəli, bir xəbərdir. Ay molada, xəbər deməkdir. Hansı cinsə aiddir sizcə bu ismimiz? Qadın cinsi. Da, çünki birincisi məhv znak məsələsi var. Biz bilirik ki, uca məhv znakla bitən isimlərimiz ya kişi cinsidir, ya qadın cinsidir. Nüans olaraq da burada bir ost var da. Biz də bayaq demişdik. Есть, ost, ist. Əgər isim bu sonluqlarla bitirsə hansı cinsə aiddir? Женский roda aiddir. Düzdür? Женский rod. Daha sonra bu sözümüz təkdədir. Təkdədir və adlı xaldadır. Adlı xal. Yəni ilkin formasındadır da, belə deyək. İndi məsəl üçün deyirəm, siz bir söz birləşməsi olaraq istifadə etmək istəyirsiniz. Tutalım ki, yaxşı xəbər. Yaxşı sözünü deməliyəm axı mən. Bax, burada olan bu qrammatika
Bu qrammatik nüanslar, əlamətlər tamamilə sifətə də keçməlidir. Yəni, əgər isim qadın cinsində istifadə olunursa, təkdə istifadə olunursa, ilkin formasındadırsa, isimlə istifadə etdiyiniz sifət də eyni şəkildə qadın cinsində, təkdədirsə təkdə, cəmdədirsə cəmdə, adlı xaldadsa adlı xalda, nə bilim, yerlik haldadsa yerlik halda, isimdə nə kimi qrammatik xarakteristika görürsünüzsə, hamısı sifət üçündə keçərli olmalıdır. Əgər siz imtahanda hər hansı bir cümlədə isim qadın cinsində istifadə edib, sifəti, məsəl üçün deyim, kişi cinsində istifadə etsək, bu artıq olur rечевая ошибка. Mən keçən dərs rечевая ошибкa'nın nə olduğunu demişdim. Nədir rечевая ошибка? Kim xatırlayır? Məntiq xətası. Nitq səhvi. Nitq səhvi. Aydındır bu. Yəni ki, isim və sifət hər şeydə bir-biri ilə tamamilə uzlaşmalıdır. Bura qədər hər şey aydındır. İndi izah eləyəcəm necə uzlaşacaqlar. Bura qədər hər şey aydındır. Daha doğrusu təkrarlayıram. Deməli, isim və sifət bir-biri ilə tam şəkildə uzlaşmalıdır. Deməli, mən uzlaşmalıdır deyəndə nəyi nəzərdə tuturam? Həm cins, həm tək və cəm, həm hal, hamısı bir-biri ilə eyni olmalıdır. Sadəcə bu halda sizin uzlaşmanız düzgün hesab oluna bilər. İndi izah edirəm, bu nədir və necə olacaq. Bayaq biz dedik ki, isimlərimiz 3 cinsə görə bölünürlər. Kişi cinsi, qadın cinsi və orta cins. Eyni məsələ sifət üçündə keçərlidir. Yadda saxlayın. İmena прилагательные мужского рода. Yəni ki, kişi cinsində olan sifətlərimizin bəlli sonluğu var. Baxın, bura qeyd edirəm. Mужской род, yəni ki, söhbət söhbət hal-hazırda kişi cinsində olan sifətlərdən gedir. Onun 3 sonluğu var. Uy, iy və oy sonluqları. Məsəl üçün, красивый və yaxud da хороший, молодой. Əgər sifət ilkin formasında ıy, iy və yaxud da oy sonluğu qəbul edib və istifadə olunursa, deməli həmin o isimlərimiz hansı cinsə aiddir, xanımlar beylər? Daha doğrusu həmin o sifətlərimiz прилагательные к какому роду относятся? Относятся к мужскому роду. Yəni ki, kişi cinsinə aid olurlar. Daha sonra женский род. Женский род. Nədir женский род? 1. A, ya, 2, ya sonluğu. Например, красивая. Например, последняя. Əgər hər hansı bir sifət ilkin formasında a, ya və yaxud da ya sonluğunu qəbul edirsə, deməli o sifət hansı cinsə aiddir? Qadın cinsinə aiddir. İndi fikrinizi bir məsələ yönəltmək istəyirəm. Baxın, sizin üçün burada красивый sözü qeyd etmişəm. Burada isə красивая sözü qeyd etmişəm. Fikir verirsiniz, mən sonluğu dəyişərək ismin cinsini də dəyişə bilirəm. Düzdür? Məsəl üçün, biz bayaq sizinlə danışanda nəyə baxdıq? İsim haqda mən sizə məlumat verəndə dedim ki, isimlərimiz cins dəyişə bilməzlər. Nə deməkdir bu? Yəni ki, mən məsəl üçün tutalım deyirəmsə ki, slovo stol, slovo mужского рода, stol sözümüz kişi cinsinə aiddir, ilkin formasında. Deməli, bu söz bütün formalarda necə hallandırırsınız, hallandırın. İstəyirsiniz cəmdə istifadə edin, istəyirsiniz təkdə istifadə edin, fərqli hallarda istifadə edin. O sözün başına nə gəlir gəlsin, o söz hər zaman və hər zaman kişi cinsinə aid olacaq. Yəni, siz o sözə başqa bir sonluq əlavə edib onu qadın cinsinə aid edə bilməzsiniz, orta cinsə aid edə bilməzsiniz. Sonuncu sözümüz последняя. Elə tərcüməsi də sonuncu deməkdir. Amma isimdə bu belə, daha doğrusu sifətdə bu belə deyil. Sifətdə siz sözün sonluğunu dəyişərək onun cinsini də dəyişə bilərsiniz. İndi orta cinsi də izah edib bu mövzu bir dəfə də qayıdacağam sizin üçün ki, bu nədir onu da izah edəcəm. Məsəl üçün xanımlar bəylər, bir də orta cinsi də qeyd edeyim sizin üçün. Средний род, yəni orta cins. Bunun da 2 dənə sonluğu var. O, y və y. Например,
большое, последнее. Последнее. Вот. Ye, вот oye. Sifət əgər ilkin formasında oye və yaxud da ye sonluqlarını qəbul edibsə və istifadə olunursa, deməli həmin o sifət aid olacaq orta cinsə. İndi gəlin sizə necə dəyişir onu göstərim. Baxın, məsəl üçün gəlin sizinlə götürək smeli sözünü. Smeli. Tərcüməsi nədir smeli? Keçən dərs demişdim. Tərcüməsi? Smeli cəsarətli deyil. Cəsarətli, qorxmaz, bəli, cəsur, belə tərcümə olunur. Baxın, smeli sözüm hal-hazırda ı sonluğunu qəbul edib və hansı cinsə aiddir? Murskoy rod. Smelaya. Aya sonluğunu qəbul edir. Женский rod. Smeloye. Oye sonluğunu qəbul edir və sredni rod. Bir də xanımlar və bəylər, bu üç cinsdən əlavə olaraq bizdə bir də sifətin cəm forması var. Cəm forması. İki sonluğu var. İye, iye. Elə bayaq yuxarıda yazdığım sözü qeyd edirəm. Smeliye. İye, məsəl üçün hər hansı bir söz qeyd edirəm. Tamam. Последнее. Bu da sizin sonluğunuz. Deməli, sifət 3 cinsə görə bölünür və sonluqlarını bilməlisiniz ki, məsəl üçün, əgər sifət, baxın təkrarlayıram, ilkin formasında oy, ıy, i sonluqlu qəbul edirsə kişi cinsi. A, ya sonluğunu qəbul edirsə qadın cinsi. O, ye sonluğunda orta cins. İye sonluğunda isə cəm formasına aid olur. Elə deyəcəksiniz ki, Səminə xanım, nə edirəm mən bu sonluqları və biz bunu ümumiyyətlə nəyə görə öyrənirik? İzah edirəm, nəyə görə öyrənir? Məsəl üçün deyirəm, hər hansısa bir cümlə verilib sizin üçün və o cümlədə belə bir nüans qeyd olunur ki, məsəl üçün yazıram ki, na scenie выступала опытный aktrisa. Belə bir cümlə verir. Yuxarıda da məsəl üçün şərt olaraq qeyd eləyir ki, укажите речевую ошибку. Nədir речевая ошибка? Nitq səhvi. Nitq səhvi. Bax, göstərirəm. Aktrisa, söz A ilə bitir. İsimdir. İlkin formasında söz A ilə bitirsə hansı cinsə aiddir? Женский rod. Oputnaya olmalı deyil mənim. Bəli. İndi qalxıram yuxarı görürəm ki, burada sözümüzdə ı sonluğu ilə istifadə olunub. Oputni bu arada təcrübəli deyə tərcümə olunur və sifətdir. Bizim də sizinlə qaydamız var ki, əgər mən isim və sifəti birlikdə istifadə edirəmsə, uzlaşdırıramsa, onlar tam şəkildə bir-biri ilə cinsdə, tək və cəmdə, kəmiyyətdə deyək də və hal mövzusunda bir-biri ilə uzlaşmalılar. Necə olur ki, mənim ismim qadın cinsinə aiddir, amma oputni sözüm istifadə olunub kişi cinsində. Deməli, burada bir nitq səhvi var, bir istifadə səhvi var, bir qrammatika səhvi var. Bu, burada belə olmalı deyildi. Bəli, düzgün qeyd eləmisiniz olmalıydı. На сцене выступала опытная актриса. Aydındır, bu bizim qarşımıza necə çıxa bilər və biz nəyə diqqət yetirməliyik? Ha, Agi, понятно? Bəli, müəllimə. Deməli, isim necədirsə, sifəti də onu uyğunlaşdırırıq sonra. Bəli. Ümumiyyətlə isim, bilmirəm, Azərbaycan dili qrammatikası haqqında o qədər məlumatım yoxdur deyə mən rus sektoru bitirmişəm. Biraz o baxımdan kasadım. Дело в том, что bizim rus dilində olan isim o biraz stabildir. Fikir verirsiniz, isim cinsə görə dəyişmir. Düzdür? Ona görə mən məcbur sifəti də ismə görə uzlaşdırıram. İsim hansı cinsdədirsə, sifət də eyni cinsdə olmalıdır. İsim qadın cinsidirsə, sifət də qadın cinsində olmalıdır. İsim kişi cinsinə aiddirsə, eyni şəkildə o da kişi cinsinə aid olmalıdır.
İsim təkdədirsə, sifət də təkdə olmalıdır. İsim cəmdədirsə, sifət də cəmdə olmalıdır. Kişi adlı xaldadırsa, o da adlı xalda olmalıdır. Başqa bir halda istifadə olunursa, o da o halda istifadə olunmalıdır. İsimdən nə görürsənsə, kopyala, copy-paste qoy sifətə. Aydındır? Onu da copy-paste edib sifətə qoymaq üçün sizin bu sonluqlar haqqında məlumatınız olmalıdır. Все понятно. Aydındır bu. Bəli. İsim cəm isimlərə görə necə olurdu? Cəm isimlərə görə sonluqları nəzərdə tutursansa sifəti, orada ı-y, i-y sonluğu olurdu. Sonluq olaraq sifət i-y və i-y sonluğunu qəbul edirdi. Məsəl üçün, sifət olaraq da gəl birini cəm formasında göstərim. Məsəl üçün, tutalım. Belə bir cümlə gəlib bizim qabağımıza. Хорошие ученики получили пятерку. Bax, ученики, şagirdlər. Хороший olmalıdır müəllimə. Bəli. Üçüncü cəmdədir. Дело в том, что bu şagirdlər deyə tərcümə olunur. Bax, i sonluğu var. Biz bayaq ismin cinsinə baxanda orada bir i sonluğumuz yox idi, düzdür? Bu ümumiyyətlə i və i. Bax, bu iki sonluğu yadda saxlayın. Bunlar isimdə cəm formasının sonluğudur. Əgər ilkin formadadırsa hər hansısa bir sözümüz adlı halda I və i sonluğu, adlı halda, digər hallarda demirəm. Adlı halda, yəni ilkin formasında əgər isim istifadə olunursa, I və i bizim cəm formasının göstəricisidir, şəkilçisidir, sonluğudur. Bu cəm formasındadırsa, mən niyə bunu i sonluğu ilə istifadə etmişəm? Axı, i kişi cinsinin sonluğudur. Olmaz, olmalıdır. Хорошие ученики получили пятерку. Yaxşı tələbələr, şagirdlər 5 aldılar. Aydındır, uzlaşdırma mövzusu. Əslində, xanımlar, bəylər, imtahanda bu bir nitq səhvidir və mən məcbur şəkildə sizə bunu izah edirəm, amma son illərdə nitq səhvi təəssüf ki, bu qədər asan formatda düşmür. Mən sadəcə sizə ümumi bir məlumat verirəm ki, nəşəki случай baxın ki, yadınızda olsun ki, bu uzlaşma da imtahanda ola bilər. Ümumiyyətlə, keçən dərs olmayan tələbələrim üçün də xatırladıram, hamınız üçün də bir dənə ümumiləşdirirəm. Bizim sizinlə bir nitq səhvi mövzumuz var da, düzdür? Правильно? Nitq səhvləri xatırladıram. Это речевая ошибка. Речевая ошибка. Rečevaya ошибка nitq səhvidir. Niyə bu mövzunun adı nitq səhvidir? Onu da xatırladıram sizə. Çünki, məsəl üçün, mən bu mövzunu ruski sektora izah eləyəndə həmişə deyirlər ki, Sabina xanım, axı biz belə istifadə edirik, axı biz danışanda belə deyirik, axı mən belə eşitmişəm. Elə məsələ də odur ki, adı da bu mövzunun elə niyə nitq səhvidir? Çünki nitqdə bu belə istifadə olunur, amma qrammatik onu səhv olaraq qəbul edir. İndi mən nitq səhvi izah eləyəndə mütləq bundan öncəki 2 dərsə baxılır. Çünki o 2 dərsə baxmasaz, elə bil ki, magistraturanın əsas mövzularından birini qaçırmış olursunuz rus dilindən bağlı. Birinci olaraq paronimin səhv istifadəsi idi. Keçən dərs olan tələbələr xatırlayır bu məsələni deyə ümid edirəm. Paronim səhv istifadə olunur. Düzdür, cümlə içərisində. Bəli, ayələr. Bu ildə var idi. Özdə imенно nitq səhv olaraq düşmüşdü imtahanda. Paronim səhv istifadə olunur. İndi ikinci olaraq da nəyi yadda saxlamalısınız? İsim üstəgəl, sifət üstəgəl ismin uzlaşmasında səhv var. Sifət üstəgəl isim. Bunların uzlaşmasında səhv. Uzlaşma səhvi. Deməli, nitq səhvi bir mövzusu çıxırsa, sual çıxırsa qarşımıza, birinci olaraq paronim görürük, cümlədə baxdarıq görüm, varmı burada bir paronim? Gördüksə yoxdur. İkinci baxmalı olduğumuz nədir? Sifət və ismin uzlaşması. Görün bu cümlə içərisində, bu söz birləşməsinin içərisində, bu variantlarda isim və sifət biri-biri ilə düzgün uzlaşıbmı? Cinsləri eynidirmi? Təki və cəmi eynidirmi, yoxsa deyil? Aydındır, xanımlar və bəylər. Bu nitq səhvi mövzusu ayrı bir mövzu olaraq keçirilmir normalda da. Amma mən sizə hər dərs ümumiləşdirəcəm. Rečevaya ошибка gördün imtahanda. Birinci paronimin səhv. Birinci paronim axtar. 99% orada paronimdir. İkinci
Sifət və ismin uzlaşması. İndi 3, 4, 5-ə də baxacağıq sizinlə. Çünki orada hardasa 1, 7, 8 dənə punkt var. Yaxşı? Aydındır hamıya. Çox xahiş edirəm. Bu paronimin səhv istifadə məsələsi böyük ehtimalla ki, yeni qoşulan tələbələrimiz üçün biraz непонятная da, tema, yəni sizə hələ bu aydın deyil. Xahiş edirəm, hamınıza birinci, 2 mövzunu bitdə dərsi göndərmişəm. Mütləq o dərsə baxın. Хорошо, bu həftə ərzində o mövzunu mütləq bitirin. Yaxşı? İndi bura qədər izah elədiyimdən aydın olmayan, qaranlıq qalan nəsə varmı? Hı? Xeyr müəllimə, yoxdur. Amma bir söz deyim, biz belə ancaq şifahi danışırıq da. Aha. Bunu test üzərində yəni tətbiq eləyəcəyik. Elə həm də daha yaxşı yadda qalır. Bir mən mövzunu izah eləyim, bitirim. İkinci dərsə test eləyəcəksiniz. Bəli. Mən hələ mövzunu izah eləyib Elə məsələn paronimlərin özündə də, yəni hər dəfə gördükcə daha yaxşı yadımızda qalar ona görə. Qızım, biz paronimləri hələ öyrənməmişik axı. Biz paronimləri öyrənmədən necə onun testinə baxaq? Mən testin necə bizim qarşımıza çıxdığını keçən dərs mövzuda izah eləmişəm. 4 formada bizim qarşımıza çıxıb, onu izah eləmişəm. İndi sizə sual verirəm. 200 dənə paronim var. Sən o paronimi öyrənmədən o testləri necə yazacaqsan? Yox, müəllimə, yəni elədiklərimizə aid da, tutaq indi 50-sini vermisiniz, 50 dənəsinə aid test varsa belə az-az da. Elə deyil axı. Qarışıqdır. Orada hamısı, mən orada bütün 200-ə yaxın paronimə aid olan ayrı quiz yazacaqsınız, ayrı testləri var. 50 dənə paronim yazıb, ona sırf ona görə gedib yaza bilməzsiniz. Çünki o mümkün şey deyil. Sizin 10 dənə sual, məsəl üçün deyirəm, tutalım, 50 dənə paronim öyrənmisinizsə, 50 dənə paronim 3 sütundur da, daha doğrusu 2 sütundur, 2 paronimdir. Orada siz elə bir 100-ə yaxın yeni söz öyrənmisiniz. İndi siz onu bölüşdürün, görün, mən 4 variantda hərədib, fırladıb 4 dənə paronimi salım gərək sizə. O axı düzgün deyil. Siz o 200 dənə paronimi öyrənməmiş o testlərə başlasaz, mən adım kimi sizə əmin edirəm ki, orada heç nə yaza bilməyəcəksiniz. O şəkilçiləri hansını ki izah eləmişəm. İstifadə eləməsəz heç nə yaza bilməyəcəksiniz. Mənim mövzunu tam öyrənməmiş heç kim məndən test tələb eləməsin. O 200 dənə paronim öyrəniləcək, o testlərə sonra baxılacaq. Çünki niyə? İzah eləyim. Onu öyrənmədən eləyən hər tələbə buradan qoyur PDF-i açır qabağına, buradan testi açır qoyur qabağına, buradan paronimin tərcüməsinə baxır, oradan test yazır. Və itogidə heç nə öyrənmirsiniz. Sadəcə boş-boşuna buradan PDF-dən oradan testə köçürdürsünüz. Mən onu istəmirəm. Paronimin 200 dənəsini bitirmədən heç kim testlərə baxmayacaq. Хорошо? Bitirin sonra. O qarışıq olanda elədir. Mən elə bildim, yəni ki, ayrı-ayrı da testdə, yəni öyrəndiyimizdə testlər var. Xeyr, elə şey yoxdur. Orada mövzuya baxmamısınız deyə bir balaca məlumatlısınız. Mütləq mövzuya baxın, ondan sonra başa düşəcəksiniz ki, niyə elə yazmaq olmur. Ümumiyyətlə mən mövzunu bitirməmiş test yazdırmıram. Çünki qarışıq mövzudur. Bəli, buyurun. Müəllimə, bu məndə sıfırdandır da indi. Siz nə başa salırsınızsa burada öyrənirəm. İndi yəni ehtimal da mən gedib bir 5 dənəni keçə bilərəm. Belə baxıram qaydaları, qrammatikanı, yəni sizdən nə götürdüyüm odur. Bir də dinləmə cəhətdən indi mənim bazam elə yoxdur. Onu qrammatik cəhətdən dinləməni dinləyib yaza biləcəm. Gəlin belə danışaq. Başa düşdüm. Baxın, bizim hal-hazırda bu bizim onlayn olan 3-cü dərsimizdir. Ya gələn dərs, ya da ondan sonraki dərs. İndi bilmirəm, mövzunu necə artıq çatdıra biləcəm. İndi gəlirəm. Deməli, biz sizinlə ismə baxdıq, cinsinə baxdıq, sifət və onun sonluqlarına baxdıq. İndi bir dənə də bizim balaca bir məsələmiz var. Hansı ki, deməli, keçən il yox, ondan öncəki il imtahanda buna aid, iminən bu mövzuya aid bir sual düşmüşdü və ona görə ondan sonra, düz deyim, mən o il tələbələri də demişdim və çoxsu da o sualı düz yazmışdı, amma qaranlıq qalan məqamlar da təbii ki də var idi. Bu nədir? Substantivləşmiş sözlər. Ümumiyyətlə, substantivasiya nədir? İsimləşmə deməkdir. Bəli, isimləşmə deməkdir. Yəni ki, hər hansısa bir başqa nitq hissəsinə aid olan bir sözün isim formasında istifadə olunmasıdır. Və rus dilində substantivləşmiş sözlərimiz var. Mən kitabda sizə onların spisakını vermişəm. Paronimlərdən sonra, paronimləri öyrənib bitirdikdən sonra öyrənməli olduğumuz sözlər siyahısına daxildir. Yəni ki, məsəl üçün, martın 15-nə qədər sizə vaxt vermişəm də, o paronimlər öyrənilməlidir. Ondan sonra quiz yazacağıq və testlərinə baxacağıq. İşləyəcəyiniz sınaqlarda mütləq paronimlər qarşınıza çıxacaq sizin.
Ona görə yəni fikrinizi ona görə qurun, planınızı ona görə qurun. Bu bir. İkinci olaraq hansı sözləri öyrənməliyəm, nələr haqqında məlumatım olmalıdır desəz, bu substantivləşmiş sözlərdir. Təkrarlayıram, substantivasiya bu isimləşmə deməkdir. Hal-hazırda mən substantivasiya deyəndə bizim rus dilində elə sifətlərimiz var ki, onlar həm isim, həm sifət kimi istifadə olunur. Elə sözlərimiz var ki, artıq tam şəkildə isimləşiblər. Xeyr, bu nitq səhvi olaraq imtahanda düşmür. Bu elə imtahanda bizdə məsəl üçün tutalım ki, elə şərt olaraq yazıb ki, bizə o sual çıxacaq sizin qarşınıza, siz deməli qəbul işləyəndə o sualla qarşılaşacaqsınız. Məsəl üçün yazır ki, укажите слово, которое употребляется и как существительное, и как прилагательное. Yəni ki, aşağıda sizdən məsəl üçün deyirəm. A, B, C, D, Y variantlarında sözlər qeyd edib və deyir ki, mənə həm isim, həm də sifət kimi istifadə olunan söz göstər. Yəni elə bir söz göstər ki, mən onu nitq hissəsi olaraq həm isim kimi istifadə edə bilim, həm də sifət kimi istifadə edə bilim. Məsəl üçün, gəlin sizə bir primer göstərim də, necə izah edeyim? Bir misal olaraq. Tamam belə bir söz yazaq sizinlə. Stalovaya. Stalovaya. Kim bilir bu sözün tərcüməsini? Что такое stalovaya? Yeməkxana. Bəli, yeməkxana. Bax bu sözümüz bir dənə heç tərcüməsinə baxmadan bir dənə burada bir sonluq görürük. Görürsüz aya. Bilirsiniz də? Окончание aya. Normalda bu nəyin sonluğudur? Aya. Hərdən baxırıq. Nəyin sonluğudur bu? Bəli, də yəni ki, sifətin sonluğudur. Nitq hissəsi olaraq sifətin sonluğudur, düzdür? Amma tərcümə olaraq biz nə deyirik? Yeməkxana. Necə tərcümə edirik? İsim olaraq. Дело в том, что bu sözümüz hər hansı bir kontekst içərisində yeməkxana deyə də tərcümə oluna bilər. Yəni isim olaraq da istifadə oluna bilər. Məsəl üçün deyirəm ki, в нашей школе большая столовая. Tərcümə edək. Bizim məktəbin böyük yeməkxanası. Bəli, yeməkxanası var. İndi var sözü yoxdur. İstəyirsiniz gəlin yazım da. Normalda o var bizdə çox istifadə olunur. Olsun, в нашей школе есть большая столовая. Düzdür? Dedik. Bax, что столовая? Nə? Yeməkxana. Ana какая большая? O necədir? Böyükdür. Hal-hazırda столовая sözümüz yeməkxana olaraq tərcümə olunur. Nitq hissəsi olaraq hansı sözdür? İsim. Большая sifətdir. Большая böyük. Stalovaya yeməkxana. Düzdür? İndi biz görürsünüz bu kontekst içərisində, bu cümlə içərisində biz stalovaya sözünü istifadə elədik isim olaraq. Правильно? Da? İndi bu stalovaya sözünü başqa bir cümlə içərisində sifət olaraq istifadə edəcəm sizin üçün. Məsəl üçün deyirəm ki, так, на кухне были столовые ложки. Tərcümə. Mətbəxdə var idi yemək qaşıqları. Nədir stolovaya ложки? Yemək qaşıqları. Hansı qaşıqlar mətbəxdə? Bəli, indi qaşıqlar necə, hansı qaşıqlar, necə qaşıqlar süfrə qaşıqlar, düzdür? Böyük qaşıqlardan söhbət gedir. Bax, bayaqki cümlədə mən stolovaya sözünü istifadə elədim isim olaraq, düzdür? Yeməkxana mənasında. İkinci bir cümlədə sizə həmin o sözü sifət kimi istifadə elədim. İndi bayaq cümlə yazmışdım, sizə daha doğrusu bir sual olaraq göstərdim. Укажите слова, которые употребляются и как существительные, и как прилагательные. Məsəl üçün, mən orada stolovaya sözünü götürə bilərəm. Həm isim kimi istifadə olunur, həm sifət kimi istifadə olunur. Aydındır təxminən sizdən nə tələb olunur, nə istəyirsizdən. Və yaxud da, bayaq Zoom chatına da səhv etmirəmsə kimsə yazmışdı, siz gostinaya sözünü. Правильно?
Bax, qastinaya sözü bir qonaq otağı deyə tərcümə oluna bilər. Məsəl üçün deyirəm ki, в нашем доме просторная гостиная. Bizim evimizdə böyük qonaq otağı var. Düzdür? Bax, sözə baxırsan, a ya sonluğudur, sifətə oxşur. Amma hal-hazırda mən necə tərcümə edirəm onu? Qonaq otağı mənasında. Правильно, baba? Tərcüməsi deyirəm ki, в нашем доме просторная гостиная. Bizim evimizdə böyük qonaq otağı var. Baba, tərcümə etdiyim zaman qonaq otağı. Düzdür? Tərcüməsi nədir? Nitqi səsi olaraq nədir? İsim. Tak, isim. Düzdür? İndi ikinci bir cümlə yazıram. Yazıram ki, в гостиной комнате большой divan. Bunu tərcümə edin. Bizim Qonaqlar üçün hazırlanmış otaq. Daha böyük divan var. İndi bax, в комнате, bax, комнате какой? Гостиной. Düzdür? Aydındır. Yəni ki, bizdən kontekst içərisində həm isim, həm sifət kimi istifadə olunan sözlər tələb olunur. Əlavə olaraq da xanımlar və bəylər, bayaq da sizə dedim. İndi o sözlər heç olar öyrəniləcək, əzbər şəkildə və s. İkinci olaraq bir məsələmiz var. Bizim tam isimləşmiş sözlərimiz var. İndi bir-ikisi yadımda qalanı yazacağım sizin üçün. Məsəl üçün, partnoy. Kimdir partnoy? Bilirik. Dərzi. Partnoy, dərzi deməkdir. Tutalım, zapitaya. Что такое запятая? Aygi, nədir zapitaya? Vergül. Nə bilim, горничная, xadimə. Xadimə. İndi sizə sual verirəm, bax. Fikir verirsə bunların sonluqlarına. Oy, aya, aya. İndi sizə sadəcə məntiqi olaraq sual verirəm. Mən dərzi sözünü hardasa sifət kimi istifadə edə bilərəm? Olmur axı. Olmaz. Və yaxud da vergil sözünü, bax, elə rusçasına girməyin, Azərbaycanca olsun da istifadə edə bilərəm. Xeyr, elə eyni şəkildə bizə də. Yəni, bu sözlərimiz tam isimləşib. İndi mənim yadımda qalanları qeyd eləmişim. Yəni, bu sözlər sifət kimi istifadə oluna bilməzlər. Bunlar ancaq isim kimi istifadə olunur. Ancaq isim kimi istifadə olunur. Bunlar sifət olaraq qarşımıza çıxa bilməz. Tam isimləşən sözlərdir. Понятно? Xanımlar, bəylər, aydındır? Aydın. Все.